Salam müəllimlər, bugünkü izahımız təhsil verənin etik davranış prinsipləri olacaq. İndi keçək birinci prinsipimizə, qanunçuluq prinsipi. Qələmimizdə qeyd edək. Qanunçuluq prinsipi. Qanunçuluq prinsipi dedikdə nə başa düşülür? Təhsil verən əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi, normativ xarakterli aktların tələbinə əməl etməlidir. Əsasən qanunçuluq prinsipində heç bir situasiya qarşınıza çıxa bilməz. Sadəcə tərif olaraq çıxar, ona görə tərifin bilməyiniz kifayət edir. Əsasən çıxan situasiyalarda, hazırlanmış situasiyalarda tərifdən çıxmış situasiyalarda. Yəni siz təriflərin məğzini başa düşsəniz heç bir çətinliklə qarşılaşa bilməzsiniz. İkinci vicdanlı davranışdır. Vicdanlı davranış prinsipi təhsil verən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyət və səmərəli yerinə yetirməyə borcludur. Açar məqam nə oldu? Keyfiyyət və səmərəli. Təhsil verən hər bir şəxs üçün vicdanlılıq nümunəsi göstərməlidir. Üçüncü loyallıq prinsipi gəlir. Baxaq birinci təriflərinə. Təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının və onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar qanunsuz fəaliyyət istisna olmaqla tənqidi ictimai mülahizələrdən, çıxışlardan və fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu birinci tərifimiz düşür. İkinci, təhsil verən öz fəaliyyəti ilə bağlı mediada, sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Yəni, bir müəllim gedib başqa bir bağçada öz müəssisəsi, rəhbəri haqqında, müəllimləri haqqında yalan, təhrif olunmuş məlumatlar verməməlidir. Bu hansı prinsipdir? Loyallıq prinsipi. Gəlir mədəni davranış prinsipi. Mədəni davranışda təhsil verən təhsil prosesinin iştirakçıları, yəni uşaqlar ilə davranışında nəzakətli, təmkinli olmalıdır. Təhsil verən xidmət fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və düzgün dəyərləndirməlidir. Tutaq ki, məşğələ keçirsiniz, müəllim yoldaşınız oturub məşğələnizə deyir ki, məsələn, savad təlim məşğələsində 1-2 nüansda deyək ki, əksik və yaxud deyək ki, artıq məlumatlar verdiniz. Artıq siz sərt bir şəkildə cavab versəniz, təbii ki, burada mədəni davranış prinsipini pozmuş olursunuz. Tənqidə açıq olmalısınız, hörmətlə yanaşmalısınız. Niyə elə dedi, bunu dəyərləndirməlisiniz. Sonra təhsil verənin xarici görkəmi, geyimi çalışdığı təhsil müəssisəsinin daxili intizam qaydalarına uyğun olmalıdır. Gəldik qərəzsizlik prinsipi. Qərəzsizlik prinsipi səriştələrimizdən mədəni müxtəlifliyə hörmət aid edilir, situasiya olanda qarışdırırlar, əlaqələndirirlər. Qərəzsizlik prinsipində təhsil verən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irq, etnik mənsubiyyət, dilinə, cinsinə, dinə, sosial mənşəyinə, əqidəsinə, ictimai-siyasi mənsubiyyətinə görə təhsil alanlara və digər iştirakçılara fərq qoymamalıdır, bərabər hüquqlar qorunmalıdır. Və ikinci qaydamız, təhsil verən özünün və maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təhsil etməsinə yol verməməli, testdə düşə bilər ki, yol verməli və buna şərait yaratmamalıdır. Sonra, ictimai etimad prinsipi. Əsasən ictimai etimadda təriflər düşür. Təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf ləyaqətini uca tutmağa borcludur. İkinci qaydamız, təhsil verən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Üçüncü qaydamız, təhsil verən çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru məlumat almasına köməklik göstərməlidir. Hansı prinsipə aid edildi? İctimai etimad prinsipi. Sonra, İnsanın hüquq, azadlıq və qanuni maraqlarına, şərəf ləyaqətinə, işgüzar nüfuzuna hörmət prinsipi. Əslində bu konfidensiallıq idi, sadəcə ləğv edib adını dəyişiblər. Qaydalarına baxaq. Təhsil verən insanların hüquq azadlıqlarını, qanuni maraqlarını pozan,
şərəf ləyaqətini, işgüzar nüfuzunu ləkələyə biləcək qərar qəbul etməməli, hərəkətlərə yol verməməlidir. Bu birinci qaydamız. İkinci qaydamız, təhsil verən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsil alanların, onların valideyni, digər qanuni nümayəndələrin, həmkarlarının şəxsi həyatı barədə olan məlumatın məxfiliyini qorumalıdır, yəni gizlilik. Sonra konfidensiallıq qarşınıza çıxa bilər. Üçüncü qaydamız, təhsil verən vəzifəsinin icrası ilə bağlı olan məlum xidməti məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafeyi üçün istifadə etməməlidir. Bu oldu bizim prinsiplər. Ancaq münasibətləri də bilməlisiniz. Münasibətlərə aid situativ tipli testlər düşə bilər, qarşınıza çıxa bilər. İndi ona aid testlərdə paylaşacağam, görün necə tipli testlər düşür. Birinci, təhsil alanla münasibətlərə baxaq. Müəllim qələmimizin rəngini dəyişək, göz yorucu olmasın. Təhsil alanla münasibət. Birinci, müəllim təhsil alanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. Müəllim özünə, təhsil alanlara qarşı tələbkar olmalı, tələbkarlıq əsaslı müsbət xarakter daşımalıdır. Müəllim təmkinli davranmalı, hər bir vəziyyətdə özünü ələ almağa bacarmalıdır. Müəllim təhsil alanlarda müsbət keyfiyyətlərin formalaşmasına, inkişafına təkan verəcək müasir təlim texnologiyalarından, strategiyalardan istifadə etməlidir. Sonra, müəllim hər bir təhsil alanın sağlamlığını, rifahını düşünərək zərərli vərdişlərdən çəkindirməlidir. Müəllim təhsil alanların fəaliyyəti, nailiyyəti, kompetensiyalarının qiymətləndirilməsində obyektiv, qərəzsiz olmalı. Təhsil alanlar, yəni uşaqlarda özünə inam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Sonra, müəllim təhsil alanlara qarşı xeyirxah, ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verildikdə səhvini etiraf etməyi bacarmalı və onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. Sonra, müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud, təhqiredici sözlər işlətməməlidir. Təhsil alanlara qarşı fiziki zor işlətməməli, şərəf ləyaqətinə alçaldan hərəkətlərə yol verməməlidir. Sonra, qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, müəllim təhsil alanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır. Təhsil alanlarla münasibətdə müəllim öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsil alanlardan hər hansı bir maddi və qeyri-maddi nemətlər tələb etməməlidir. Müəllim qanunvericilikdə müəyyən edilmiş qaydada təhsil alanlara göstərdiyi əlavə təhsil xidməti müqabilində hədiyyə, pul tələb etməməlidir. Bu oldu təhsil alanlarla münasibətə. Gəlir kollektivlə münasibət. Müəllimlər arasında münasibət əməkdaşlıq, qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim öz həmkarının peşəkar baxış fikrinə hörmətlə yanaşmalıdır. Müəllim pedaqoji münasibətlərdə əsassız münaqişəyə, mübahisəyə yol verməməlidir. Və yaxud münaqişə yaranarsa düzgün həllinə çalışmalıdır. Müəllim ümumi vəzifələrin icrasına, əməkdaşlığa mane olacaq rəqabət yol verməməlidir. Müəllim həmkarlarının fəaliyyətini düzgün, qərəzsiz qiymətləndirməli, səhvlərə göz yummamalı, fikir baxışlarına yönəlmiş tənqidləri təhqirə çevirməməlidir. Xoşniyyət olmalıdır. Və müəllim öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunu artmasına çalışmalıdır. İndi gələk rəhbərliklə münasibətə. Müəllim vəzifəyə təyin edilərkən işlədiyi müddətdə rəhbərlik onun etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə, maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi aktlarla tanış etməlidir. Bu birinci. Müəllim səlahiyyətlər daxilində rəhbərliyin qanuna uyğun yazılı əmrlərini, sərəncamları, şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Üçüncü, müəllim təhsil müəssisəsinin rəhbərliyi tərəfindən ona verilən əmrin və tapşırığın qanuna və yaxud da digər normativ hüquqi akta zidd olmasına əmindirsə,
Həmin əmri, tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Doğrudur. Rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb ola bilər. Sonra, təhsil müəssisəsinin rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl etməsinə birbaşa məsuliyyət daşıyır. Rəhbərliyin müəllimlərlə münasibəti qarşılıqlı hörmət əsasında qurulur. Sonra, rəhbərlik tərəfindən müəllim əməyinin qiymətləndirilməsi həqiqi xidmətlərə görə olmalı, qərəzsiz, ədalətli formada həyata keçirilməlidir. 8-ci. Rəhbərliyin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan, şəxsi həyatı haqqında məlumatlar tələb etməsi, yayması yol verilməzdir. Sonra, müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan, təhrif olunmuş məlumatlar verməməlidir. Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəllim əməyinin keyfiyyətinə, karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ona təhrif olunmuş məlumatların verilməsi yol verilməzdir. Və sonuncu 11-ci qaydamız, rəhbərlik təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən münaqişələr, maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış münaqişəni konstruktiv həll etməyə çalışmalı, nizam, intizam yaratmalıdır. Gələk valideyn və qanuni nümayəndələrlə münasibət. Müəllim valideyn və qanuni nümayəndələrin hüququnu bilməli, təhsil alanlarla bağlı tövsiyələr verməlidir. Müəllim tərəfindən valideynlərin qanuna zidd hərəkətlərə sövq edilməsi yol verilməzdir. Müəllim valideynlərə hörmət nəzakətlə davranmalıdır. Valideyn və qanuni nümayəndələrlə münasibətlər təhsil alanlarla münasibətlərə, onların nailiyyətinin qiymətləndirilməsinə təsir göstərməməlidir. Valideyn və qanuni nümayəndələr tərəfindən könüllü və yaxud da qanuni yollarla təhsil müəssisəsinə edilmiş yardım, müəllim təhsil alan münasibətlərinə, nailiyyətinə, qiymətləndirilməsinə təsir göstərməməlidir. Gələk müəllim cəmiyyət münasibəti. Deməli, 3 münasibət var. 1, 2, 3. Müəllim milli mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını daşımaqla bərabər cəmiyyətin fəal üzvü olmalıdır. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır və müəllim vətəndaşlıq borcunu dərk etməli, yerinə yetirməli, öz şəxsiyyətini qorumalı, mənfi təsir altına düşməməlidir. Baxın, bunlar necə düşə bilər? Düşə bilər müəllim cəmiyyət münasibətinə aid olanı, olmayanı seç. Bir də məsələn, deyək ki, bax elə bu qaydanı götürər. Dəqiqə qələm seçək. Baxın. Deyək ki, bu qaydanı götürdü. Bundan bir situasiya çıxardar. Situasiyada qaydaya əsasən çıxır. Elə qaydanın içərisində görərsiniz ki, şəxsiyyətdən danışır, borcu dərk etməkdən. Sonra deyə bilər ki, müəllim cəmiyyətin hansı münasibətinə aiddir? Artıq A, B, C, bir də məsələn, deyək təhsil alana aid bir münasibət verə bilər. Çox sadə suallar düşür, yəni heç bir çətinliyi yoxdur. Sonra, müəllim andı var ki, and Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc, sədaqət münasibətlərini təsdiq edir və ilk dəfə müəllim daimi şəkildə işə qəbul olunarkən and içir. And içmədə bir dəfə olur, yadda saxlayın. Bu and içmə sizə müsahibə mərhələsində düşə bilər. Ona görə əzbərləməyiniz tövsiyə olunur. Sonra, etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi var. Yəni, biz etik davranış qaydalarında hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur və yaxud müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik tərəfindən müntəzəm təhlil edilməlidir. Qaydalarla müəyyən edilmiş tədbirlər görülməlidir. Hansı tədbirlər? Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş tədbirlər. Qələmimizi qeyd edək. Baxın. Bunu bilsəz, kifayət edir. Sonra, müxtəlif mədəniyyətli uşaqlarda gender bərabərliyi işləmədir, uşaqlarda empatiya hissinin formalaşmasıdır ki, bunları bilməyiniz kifayət edir. Bu da dərsimizin testləridir. İlk öncə dərsi oxuyun, daha sonra izaha baxın, sonra isə testləri işləyərsiniz. Hər birinizə uğurlar.